Salam mənim sevimli bacı və qardaşlarım. Sizinlə söhbət etməyimə olduqca şadam. Şadam ki, sizə maraqlı və mühüm əhvalatlar söyləyə bilərəm. Bugün istəyirəm ki, sizinlə zazanlar haqqında söhbət edim. Kimlərdir zazanlar? Hansı dildə danışırlar? Harada yaşayırlar və hansı tarixi yol keçiblər? Zazanlar, mənim əzizlərim, İran dilli xalqlardır. Onlar hazırki Türkiyənin şərq bölgüsündə, Dersimdə, Bingöl vilayətində, Şiverekdə, Diyarbəkirdə yaşayırlar. Zazanların dəqiq sayı məlum deyil. Bununla belə onu 2-3 milyon səciyyələndirmək olar. Olar. Zazanların dili hansı ki Zazaki adlanır, yəni o Mazandaranda və Gilanda yayılmış dillərə çox bənzəyir. Busa təsadüfi deyil. Ona görə ki, Zazanilər məhz bu rayondan Anadoluya doğru hərəkət edib ki, onun da tarixi Deylim adı var. Deylim. Yəni, Zazanlar Deylimlərin varisləridir ki, onlar da tarixi bəzi hadisələr səbəbindən 10-12-ci əsrlərdə özlərinin tarixi vətənindən hərəkət ediblər. Belədir. Erməni mənbələrində Zazanlar Dımlik adlanır. Dımli, o da Deylimli deməkdir. Deylimli sakin. Belə deməkdir. Lakin Zaza adıyla bu xalqı digər xalqlar belə adlandırır. Zazanların böyük hissəsi Əliyevimizə sitayiş edir ki, o şizmin istiqamətlərindən ən biridir. Lakin Zazanlar bir çox İslamizmin inamlarına sadiq qalmışlar. Çox sadiqdirlər. Hansılar ki, onların dünya görüşünün mühüm hissəsinə çevrilmişdir. Zazanilər xeyrxax, sülhsevər, qonaqpərvər və inamlı xalq olaraq səciyyələndirilir mənim əzizlərim. Onlar qədim adət-ənənələrlə yaşayır və qonşu xalqlara qarşı düşmənçilik ya da nifrətçilikləri yoxdur. Yox. Onlar ağaçlara, çaylara, bitkilərə, heyvanlara qarşı olduqca sevimli, çox nəzakətli davranırlar. Ondan başqa Zazanlar üçün hər bir insanın həyatı olduqca qiymətlidir. Zazanlar dairəsində qadının böyük əhəmiyyəti var. Çünki o, ocağın qoruyucusudur. Qadına böyük hörmət, böyük ehtiramla yanaşılır Zazanlarda. Tapıb. Zazanların dili Zazaki dediyimiz kimi İranlı dillərinin Xəzəryanı qrupuna aiddir. Zazaicə bir neçə lüğətlər var. Bununla belə müxtəlif lüğətlərlə də danışan Zazanilər bir-birini yaxşı başa düşür. Hə, çox yaxşı başa düşür. Bir sıra əbədi yaradıcılıqlar Zazanicə yazılıb.